داستان نقلی قرآن پروردگار عالم buyuruyor ki Bəni İsrail'də bir dənə cavanı öldürdülər. Qəbilə-i Bəni İsrail 2 dənə qəbilə düşdü bir-birinin canına. Dava qırğın, o bir dənə ağac götürmək, o şəmşir götürmək, ona xülasə qəmə-qılınc bir-birlərinə çəkdilər. O dedi, sən öldürübsən, o dedi, sən öldürübsən. Gəldir Həzrəti Musanın məhzərinə. Biçarə Musa. Məzlum idi öz qovmun içində. Başa düşməydi qovmun kimi. 40 il falan biyabanda əsir qalır. Hər Həzrəti Musa nə qədər moizəli qulaq asmayın. Pərverdigar aləm bizə nağıl deməkdir, Yahudi sifət olma. Dəsturu Pərverdigar, Yahudi sifət olma. Allahın nemətlərinin zayi eləmə, şakir ol. Pərverdigar aləm hey göydən qəza nazil edin mələkutdan. Kabab bildirsin amadə. Aləmi haqqıdan mələkutdan. Qovun Bəni İsrail deyir, bir ay bizə nə qəza verir? Bir adam bir səbz yiyorlar, bir noxu diyorlar, bir ədəs yiyorlar, bir xiyar yiyorlar, bir rənc qəza. Pərverdigar aləmlər gedin əkin özünüz bitirində də yollamayam. Məcbur oldular, alın təri töşələ, heykülünc vurub yerdən çıxardılar. Əcəb qov. Bir nəfəri də öldürüblər, dava gəldilər Həzrəti Musanın məhzərinə. Ne eləyək? Həzrət Musa buyurdu, İnnəllaha ya'murukum an tazbahu bəqərətən. Allah əmr elə gedin bir dənə dananın başını kəsin, qusalanın başını kəsin. Başladılar, dedilər, qusalə ilə bu ölünün nə rəfti vardı? Bizi məsxəriyə tutsan, Həzrət, nəuzubillah. Məsxər eləmək cahil insanların işdir. Əuzubillah ən əkunə minəl cahilin. Mən hara, cəhlara, bunlar hamısı dərs da. Bilirsən, o əyləşibsən, bir dənə mümini təməsxura tutuysan. Nə günah, nə böyük günah. Bir dənə alimi təməsxur, ya Allah, bəla nazil olar. Çox xeyli qaldan sonra başladılar, rəngi nə olsun elə gedib, bir dənə biyabanda, bir dənə dananın başını tükəsiyle, bəsdir ya, hər nə qədər suallədir, Allah səht tutdu. Hey, səht tutdu, ta axırda dedilər, ha, indi bildiyi hansı dananı deysən, getdilər qusalənin başını kəstilər, Allah da əmrlədi ki, bəzi əzasını vurun bu mordiyə dirilsin. Vurdular, dirildi, dedi, qatilim kimdir? Görsətdi. Bəzi az uləma-i əxlaq buyururlar, ta heyvaniyyət insan ölməyib və nəfs insana bəzi əzai murdə insan dəyməyib, insaniyyət insan dirilməz. Həyat tapmaz. Üçdə əxlaqı deyil.